Salam dostlar, bizim DJ Turaldan vlogun növbəti buraxılışındayıq və biz bugün öz avtomobilimizə vinil vuracağıq. Vinilimizi isə Vinil Design şirkət tərəfindən vurulacaq. Deməli, bizdə Honda CR-V'dir, Honda CR-V'yə vurulacaq. Mənim avtomobilimə tünd qırmızı rəngdədir. İndi mən sizə hansı rəngi seçmişik və necə vurulacaq bütün prosesi göstərəcəm. İlk olaraq gəlin rəngdən başlayaq. Mənim avtomobilimin rəngi bax bu rəngdir, tünd qırmızı və seçdiyimiz vinil də məhz tünd qırmızı, bu vinilli. Həmin rəngdə sadəcə mat rəngindədir. Biraz rəngi açıqdır, amma böyük bir fərq eləmir. İlk olaraq gəlin deyək ki, maşının üzərində müəyyən cızıqlar var idi. Yəni, əli dinc durmayan insanlar, qrupuna aid olan insanlar fikir bu cızıqları vurmuşlar. Burada. Sonra isə yanında dayanan avtomobil bura əzmişdi. İndi oranı biz düppədüz elətdirdik ki, sonra vinil vuranda rahat olsun. Bir də aşağıda burada belə bir yerimiz var idi. Orada da kimsə qapını sürtmüşdü. Ya nəsə olmuşdu da bilmirəm. Burada belə bir cızıq vardı, onu da yığışdırdılar. İndi uşaqlar yavaş-yavaş maşında belə deyək də bu əməliyyatları yerinə yetirəcəklər və vinil vurulacaq. Maşının tamamilə yuyulub və qurudulub, lazım olan yerdən şpaklyovkası çəkilib. İndi kapot üzərinə vinil vurulur. İndi usta isə digər tərəfdən avtomobilimin müəyyən hissələrini sökür ki, uşaqlar rahat alhaqaş hissəyə də vinil vura bilsinlər. Deməli, maşının kapotu qutardı. Gördüyünüz kimi yaxşı bir şey alınır. İndi digər detalları, digər detalları da olacaq. Bu cür qəşəng vinilli. Maşın ayrı bir görkəm almağa başlayır. İndi yan tərəfinə vinil vurulur kapotdan sonra. Sonra da ayrı-ayrı belə detallara vinil vurulacaq. Maqnitlə yuxarıdan yapışdırılır. Lazım olan yerlər fiks olunur və daha sonra yapışdırma prosesi gedəcək. Sol tərəfinin bu hissəsi hazırdır artıq. Demək olar ki, qapılar, arxa bufer və qabaq bufer demək olar ki, sol tərəf hazır olacaq. Sonra o bir tərəf. Belə bir qəşəng rəngdir.
Deməli, işlər artıq bitmək üzrədir. Bizdə burada xrom yerlər var idi, oranı da qaraldıblar. Sonra qabaq radiator barmaqlığında da bunlar xromdan idi, onu da bunlar xromdan, onu da qaraldıblar və avtomobilimizin rəngi bu cür alınıb. Soruşa bilərsiniz ki, texniki pasportu buna görə dəyişməyə ehtiyac var ya yox. Mən sadəcə olaraq buranı açmaq istəyirəm. Fikir verirsinizsə, bunun əsas ban rəngi ilə bunun rəngi arasında müəyyən qədər ton fərqi var. Bizim tex pasportumuzda yazılıb ki, bir dəqiqə. Tex pasportumuzda rəng yazılıb tünd qırmızı. Bu da tünd qırmızıdır. Sadəcə olaraq bunun üzərində lak olduğuna görə, bir neçə qat lak olduğuna görə həmin rəng belə deyək də tünd bu formada alınıb. Əsas ban rəngimiz həmin rəngin matıdır. Yəni matın üzərində lak olmadığına görə bu cür rəng alınmayıb. Amma eyni rəngdir. Yəni kanallığı eyni rəngdir. Misal olaraq göstərə bilərəm sizə. Bax buranı. Bu onun əsas ban rəngidir, laksız olan rəngidir. Bu isə vinil rəngidir. Fikir verirsinizsə, onların arasında yalnız bir qədər ton fərqi var. Bizim isə qeydiyyat şəhadətnamələrimizdə kanallıq, yəni avtomobillərin üzərində olan ton rəngi və rəngin kodu yazılmır. Yəni əsas rəngimiz belə laksız budur. Hətta budur və mat olan, laksız olan vinilimiz də budur. Rəng fərqində bir qədər çalar fərqi var və salam. Ona görə də əlavə qeydiyyata ehtiyac yoxdur. Əgər yaranarsa təbii ki, gedib qeydiyyata da qoymaq olar, amma orada yenə də uzaq başı yazıla bilər mat və ya nə bilim parlaqsız. Belə bir şey ola bilər. Ümumilikdə isə maşın bax bu cür formada artıq bizə təhvil verilir. 2 gün yetər ki, bu boyda avtomobili məhz vinilləsinlər. Qiymət soruşanlar var. İndi videoda mən nömrə qoyacağam. O nömrədən siz soruşa bilərsiniz. Qiymət neçəyə başa gəlir? Burada təbii ki, material seçimindən və avtomobildən asılı olan məsələlər var. Amma böyük ölçüdə bizim avtomobilimiz daha fərqli bir görkəm alıb. Yəni zavoddan fərqli olaraq. Mat ona tamiz ayrı bir rəngdir. Bununla da bizim maşınımızın bax vinilə vurulması prosesi bitdi. Yəni avtomobilimizdə alınan rəng budur və məncə də yaxşı alınır. Avtomobil daha aqressiv bir görkəm alıb. Qaydaları pozmuruq. Yeri gəlmişkən gəlib vinil dizaynda avtomobilinizi vinilləyə bilərsiniz. Mən tex pasportu dəyişdim. Dəyişmək məcburiyyətində qaldım. Nəyə görə? Mən sizə göstərim. Fikir verirsiniz bu rəngi. Bu rənglə vinil rəngi arasında ton fərqi var idi və buna görə dəyişməli idi. Və rəsmi sənədləri təqdim etməklə mən avtomobilimin rəngini tünd qırmızıdan albalı parıltısıza çevirdim. Rəsmi sənədləri təqdim eləməklə Baş Dövlət Yol Polis İdarəsində bu mənə 40 dəqiqəyə başa gəldi. Bax belə.